Bu dərsdə əsas bir modelin sizin hazırda yaşadığınız böyük mental problemlərin, narahatçılıqların və yaxud da maneələrin bir çox hissəsi aradan qaldırdığı gerçəkdir. Qazanclı bir sistem hal-hazırda yaşadığın mental problemlərin və narahatlığın böyük bir hissəsini aradan qaldırır. Deməli, bu gerçəkdir. Amma hansısa bir sistemin içində boşluq və yaxud da necə deyim, nə etdiyini bilməmək varsa, sadəcə çiy randomluqla işləyirsənsə, çiy randomluq nəyə deyirəm? Eyni zamanda order flow-u da çiy randomluq kimi işlədə bilərsən. Necə? Belə deyək. Gözləyirsən ki, footprintə baxırsan, aynən belə getdi. Aha, burada satıcılar girdi, qiymət düşmədi, qiymət bura qayıtdı. Burada şey oldu. Yəni çiy-çiydə eləcə baxırsan, bircə dənə şeyə baxırsan və heç nəyə baxmırsan. Ay nə bilim, qiymət aşağıya gedir. Bu model deyil ha bunlar. Nə bilim, burada şey oldu, alış həcmi girdi, təsir elədi. Qayıdır, gəlir alış həcmindən. Boş-boş şeylərdə buradan yuxarı keçmə deməli short. Ay nə bilim, satış absorption gəldi bu hissədə, belə oldu. Yəni eləcə sırf belə çiy hərəkətlə, çiy şeylərlə işləyəndə bu bir edge deyil, bu randomluqdur. Bu randomluqdur. Əslində olmayan bir şey sanki var imiş kimi mühakimədir. Məsələn, şamlar üstündə. Şamın burası var, çəkdim, belə gəldi, belə toxunub belə gedəcək. Yəni belə levellərim var, belə gəlib bura toxunanda bura long açacağam. Bu da eyni zamanda çiy ilə işləməkdir. Bu da eyni zamanda hansısa yanaşma və yaxud da edge deyil. Gəldi, toxundu, belə oldu. Nə bilim, blok çəkdiyin, sırf şam üstündə qazanclı bir edge çıxarmaq da eyni zamanda çətindir, amma qeyri-mümkün deyil. Daha çətindir. Orada çünki data limiti var. Data nə qədər çox yaxşı olsa, əlinizdə olan data, o qədər çox yaxşı qərarlar verə bilərsiniz, yüksək ehtimallı. Data çox böyük fərq yaradır. Amma Forex datasından işləyən biri də ki, lap bərbaddır. Forex datası heç nədir. Onunla da işləməklə də heç bir demək olar ki, qazanclı edge sahibi olmaq çətin məsələdir. Məsələn, mənim özüm aparın deyək ki, Forex-də işləyəcək olsam, Nasdaq-a baxmasam, Münqə baxmasam, gedib məsələn Forex indeksinə baxsam, modellərim orada olmayacaq. İşləyə bilməyəcəm. Çünki saxta bir şeyə baxıram. Başa düşürsünüz? Çünki əslində olmayan saxta bir şeyə baxıram. Mən oradan heç bir anlam çıxarda bilmərəm. Oradakı həcmlə, oradakı flow-la, oradakı volatilliklə heç bir anlam çıxarda bilməyəm. Çünki çox yanlış bir şeydir, baxmış oluram onda. Sadəcə şamlarla alınmır bu iş. Modeli qazanclı olmayan böyükçü psixologiyanın üstünə atır və klasik bir deyim var. Hər zaman bir günah keçicisi lazımdır da. Kimsə sizə əslində işləməyən bir şey öyrədəndə və siz də ondan qazana bilməyəndə davam etdikcə hatən problem psixologiya olur. Tək açsalar belə düzgün psixologiya haqqında danışmırlar. Problem də burasındadır ki, açsalar belə düzgün psixologiya haqqında danışmırlar. Birinci sinif səviyyəli məsləhətlər verirlər. Bu da sizi elə bilirsiniz ki, bunları da düzələyəndə düzəldəcək. Çətin hissə odur. Deməli, bu qazanclı trading bir neçə şeydən asılıdır, amma ən təməldə model gəlir. Çünki yanaşma qazanclı olmayandan sonra istəyir psixoloq ol, istəyir ən mental, ən yüksək təfəkkürlü insan ol, ən necə deyim, yaxşı mindfulness bacarıqları sizdə olsun. Ən gözəl inanclar, yəni market üçün, qeyri-müəyyənlik üçün ən böyük, ən yaxşı beyinə sahib olun. Model qazanclı deyilsə, qazanclı deyil. Onu heç bir şey qazanclı eləyə bilməz. Əgər model qazanclı deyilsə, psixologiya, risk bunlardan heç biri onu qazandırmayacaq. Kaşki. Bu çətin işi, bu məsuliyyətli işi mediada əvvəlcədən oyun oynayacaq kimi göstərib də biznes halına çevirməsəydilər. Amma hal-hazırda biznesdir. Tradingi biznesə çeviriblər. Hər kəs uçuruma görə gedir. Uçuruma doğru gedir, mən görürüm. Uçuruma doğru gedirlər. Ciddi peşəkar tradingdən uzaqdırlar.
Cir-cir şeylərlə trade edirlər, mən görürəm. Ay nə bilim o crypto futures, ay nə bilim spot al saat. Arada bir qazandıqları elə bir ideya yayandırırlar ki, hə hansısa yanaşmadır, düzdür, işləyirlər. Sonra birdən-birə qazanmayanda psixologiyam pisdir, özümdə deyiləm, ona görə itirdim, yanlış qərar verdim. Yadınıza saxlayın. Ə, işləməyən bir sistemlə əldə olunan itkilər ki var. Məsələn, hər dəfə belə olanda girdiniz tipi olurdu. Amma bu dəfə belə olub fikirməyəndə stop olanda siz bunu beyniniz bu günahkarlıq hissindən, məsuliyyəti üstünə götürməmək hissindən qaçmağından ötürü çoxlu şeylərin ağıllar çıxardacaq ki, ay burada bu əməliyyat pis idi, əslində girməməli idim, yanlış əməliyyatdır. Oyun oynayırsınız özünüzə. Deyirsiniz ki, hə, pis əməliyyatdır. Çünki konkret qaydalarınız yoxdur ki, yaxşı əməliyyat nəyə oxşayar. Konkret bir əməliyyatınız, konkret bir modeliniz yoxdur ki, çünki yaxşı model nə olmalıdır və burada hansı şərtlər altından sonra girmək olardı? Hansı halda girməmək lazım idi? Bunlar yoxdur əlinizdə. Ona görə də ki, deyirsiniz ki, hə, bu şey oldu, bu burada əslində belə deyildi. Bu suçu üstündən atmaq üçün, o ağırlığı beyin üstündən atmaq üçün. O necə ki, Silent Hill 2-də James Sunderland o şeyi üstündən atmaq istəyirdi. Yəni yoldaşını özünün öldürdüyü günahını beyni özündən atmaqdan ötürü oyun oynayırdı. Sanki o xəstəlikdən öldü 3 il əvvəl. Amma halbuki belə bir teorem var idi ki, o 3 il əvvəl yox, 3 gün əvvəl öldürmüşdü və hələ də cəsədi maşının arxasında idi. Sadəcə bu onu qəbullanmaq istəmirdi. Gerçəyə amma gec-tez çatdı. Gec-tez uzun müddətdən sonra gerçəyə çatdı. Suçunu qəbullandı və ondan sonra nə baş verdi? Oradakı monsterlar güclərini itirdi. Pyramid-headlər özlərini öldürdü. Və sizin də ki monsterləriniz siz suçunuzu etiraf eləyənə qədər arxanızı buraxmayacaq və burada itirməyə davam edəcəksiniz. Və bunlar bir-birindən asılıdır. Yəni ki, beyin düzdür, modeli icra eləmək üçün lazımdır. Amma model olmadan beyin nəyi icra eləyəcək? Bu sual lazımdır. Qazanclı bir modelə sahib olmaq mükəmməl bir şeydir. Amma rahatlıqla bu olmur. Sıradan şeylərlə qazanclı olmaq mümkün deyil. Hazırki rəqabətçi marketdə sıradan şeylər qazanclı deyil. Çünki onlar marketinq üçün ortaya atılıb, marketinq üçün düz qoş edilib. Sanki var imiş ki, bir hissiyat verir. Məsələn, düşünün ki, siz marketinq eləmək istəyirsiniz, böyüklüyə sahib olmaq istəyir. Nə edərdiniz? Sadə belə qrafiklər var da, bu qrafiklərin üstündə necə yoxdan var yaradardınız ki, cəmaata nəsə gələ bilərdiniz də. Amma nə edərdiniz? Baxardınız, görərdiniz ki, belə şeylər çəkmək olur. Blok çəkmək olur. Ay, belə baxırsınız ki, fair value gap çəkmək olur. Baxırsınız ki, təpələrə, diblərə xətt çəkmək olur. Baxa bilərsiniz ki, bunlar nəyəsə oxşatmaq olur da, sanki nəymişsə kimi oxşatmaq olur. Amma əslində random bir hərəkətdir. Əslində bu hərəkət bunlara görə olmadı. Bunların sadəcə arxa fonunda həcmi görmək olar ki, value profile-da burada bu hissə var, burada da həcm daha çox icra olunub. Burada volatillik necə oldu? Burada volatillik hansı rejimdən idi, hansı rejimə keçdi, hansı saatda necə dəyişdi? Burada daha nazikmi likvidlik var idi, buradan daha mı sürətli keçdi? Bunun üçün nə qədər çox həcm tələb olundu? Bunlar görmək olur gerçək marketdə, bəli. Amma bu qalan bu xətt ıvır-zıvır, bunlar əslində marketinq eləmək istəyən birinin düşünə biləcəyi şeylərdir ki, hə, sanki olmayan, bir gerçək olmayan şeyi gerçəyə oxşadım və elə bir hava yaradım ki, sanki var. Bəs niyə bununla trade eləyənlər bəzən qazanclı olduğunu düşünür və nihat bu qazanclı deyil deyəndə mənə əsəbləşirlər, hər şeylə qazanmaq olur, düzgün risklə, psixologiya ilə deyirlər. Amma gerçək bu deyil, gerçək hər şeylə qazanclı olur deyil. Fondlar, quant firmlər milyonlar xərcləyirlər. Modellər, researchlər üçün. Bu o qədər də rahat bir şey deyil ki, sadəcə qrafiki biraz bəzədin, biraz şey oldu, artıq qazanclı bir edge olsun. Bunun çünki Monte Carlo simulasiyasında necə göstərmişdik? 100 traderdən negativ bir sistem var deyək ki, 25% win rate və 2 error. 25% win rate və 2 error ilə işləyən bir trader 100 dənə trader
İçindən bunun heç yoxdan 3 nəfər olacaq ki, bu negativ sistemlə işləyə-işləyə 15 dənə əməliyyatda hesabı qabağa getsin. Bu 3 dənə trader bəsdir ki, girsin 2-3 dənə screenshot paylaşsın, ona buna dərs versin, ona buna bir şey göstərməyə çalışsın ki, hə bu sistem qazanclıdır, mən bununla qazanıram. Amma bu tamamilə riyazi olaraq, statistik olaraq bəxti gətirib. Və bu 3 traderdə 100 traderdən başlayacaqlar orada burada Nihatı pisləməyə. Bir qrupda görsəz ki, Nihat deyir, bu sistem işləmir, bu tamamilə yalandır, belə şeylər mövcud deyil. Qalan bu 100 nəfər də ona qulaq asacaq. Su qurtardı. Su qurtardı. Yəni statistikadan xəbəri olmayan şeylərə, mallara mən heç nə başa sala bilmərəm. Biri var, yanlış yoldan dönə mənə qulaq asa. Çünki mən sübutla göstərim. Bir də var ki, sadəcə gedə başqa özü kimlərə qulaq asa, təsəlli qazana. Yəni bir insana inandığı şeylər haqqında danışanda xoşuna gəlir. Belə işlər. Mesela buraya dikkat edin. Bu kazançlı değil. Bak burada gördüğünüz bu şey kazançlı değil. Səbəblərini deyim. Bu top stepdir gördüyünüz. Baxaq görək nə var. Birinci olaraq çox sadədir. Çox bəsitdir. Mövcud olmayan şeylər var. Qiymətin random hərəkətinin romantikləşdirilməsi var. Randomluğa exposure olub. Randomluğa 30 dəqiqəlik qrafikdir. Swing əməliyyatdır. Böyük ihtimal hədəfə çatmayacaq. Çünki market bağlanma saatı var. Onda bütün əməliyyatlar bağlanır avtomatik olaraq. Fonlarda swing eləmək olmur. Bu bir. Market hər zaman düz hərəkət eləmir. Böyük ehtimalla buralarda balanslaşacaq. Hətta gedib break-even tərəfə çıxacaq və əməliyyat qazancda bağlana bilməyəcək. Yəni bir növ randomluğa exposure olub. Fonda icra edilib deyə, eyni zamanda burada win rate çox azdır deyə, bəxtə payout alsa da sonra bu pulu yeni hesablara xərcləyəcək. Yəni ki, siz ki görürsünüz, kimsə belə payout aldı. Amma arxa fonunu bilmirsiniz ki, bu payoutu bu neçə dənə hesab itirib alıb. Nə qədər pul xərcləyib alıb. Bunları hesablayanda görürlər ki, əslində ki, hələ də geriyə gediblər. Bunu hiss eləmirlər sadəcə. Yenə də long termdə şirkət qazanır. Sadəcə qısa bir müddət özlərini alladılar, bir də başqalarını alladılar ki, bu sistem qazanclıdır. Amma tamamilə statistik olaraq işləməyən bir sistem belə qısa müddət ərzində qazanclı tərəfə gedə bilər. Bu statistik mümkündür. Bu statistik mümkünlüyü götürürlər də, rasionallaşdırırlar da, olmayan bir gerçək halında türklər demiş pazarlayırlar. Bu qədər bəsit bir şeylə işləyən 99%-la hələ ilkin psixologiya nağıllarına inanır. Bu da ikinci qazanmama səbəbi. Lap deyək ki, bu işləyərdi. İşləyərdi. Bu bilirəm, bilirik ki, işləmir. Lap deyək ki, lap qazanclı bir yanaşma olardı. Onsuz da ki, bundan trade eləyən hal-hazırda varsa belə məlumdur ki, hal-hazırda yeni başlayıb və yaxud da çox az təcrübəsi var. İlk illərindədir maksimum. Ya da 5-ci ilindədir, hələ də itirir. Yəni belə bir məsələdədir. Mental dəyişim keçirməyib, onun üstündə işləməyib və hələ də heç beynini belə düzəltməyib. Sadəcə olaraq özünü nəsə düzəldirmiş kimi hiss edir. Əməliyyat swing tiplidir, fon üçün başqa bir red flagdır bu. Qrafikindən görünür ki, medianın aldatdığı xəyali trading, deterministik market yuxusuna qapılıb. Ondan əlavə nə görə bilərik? Qrafik rənglərini görə bilərik ki, ən çox sırf şam traderləri bundan istifadə edir. Bunlar səbəblər. Riskə baxsaq deyək ki, burada risk nə qədərdir? 288. Təqribi 5 errorli sistemdə break-even win rate 1,16%-dir. Bunun isə maksimum, bunun sistemi qazanclı olsa 20%-ə gətirir. 50 əməliyyat içərisində 8 losing streak 100% ehtimallıdır. Bu swing əməliyyatdır, qazanclı olacaq əməliyyatların əksəriyyəti heç hədəfə çatmayacaq. Swing traderlərdə əməliyyat şansı hər gün olmur, olanda da qaçıra bilər. Yəni ay ərzində çox az əməliyyat götürəcəyinə görə 288 risklə fonu keçə bilməz bir ayda. Desə ki, Forex Pro Firmlər də yolmağa adam axtarır. Hala. Daha çox zaman keçirib gözləməyəndə də beyni dözməz, gözləyəndə də
beyni dözməz, limit əmri istifadə edəndə də bir çox halda limit əmrini götürməyəcək. Yəni hansı tərəfə fırlayırsan fırla, hansı tərəfə çox bilmişlik eləməyə çalışsalar, bundan walk away eləmək olmur. Bununla bunu edib də just walk away eləmək olmur. Yəni ki, qaçmaq olmur marketdən, heç yerə gizlənmək olmur. Yanaşmanın şərtləndirməsi haqqında da bir qədər danışım. Baxın, deməli bir konkret modelin hansı hissələri var? Bunlar haqqında danışım. Deməli fixed hissə nədir? Bu dəyişməz hissədir. Dəyişməz qaydalar və qanunlardır. Data analizi olmadan əsla dəyişməyəcək olan hissələrdir ki, konkret construction'dır. Giriş bölgəsi, əməliyyat üçün gözlənilən vəziyyət, waitively analizası, bunlar hamısı qaydalardır. Adaptiv hissə nədir? Günə və yaxud da anki vəziyyətə uyğunlaşan dəyişməz qaydalardır. Yəni uyğunlaşan prioritylər, yəni bu daha vacibdir, bu əməliyyat daha vacibdir, bunu daha çox gözləməliyəm, burada daha çox diqqətli olmalıyam, adaptiv hissədir. Vəziyyətə görə zamanlama dəyişə bilər, güc dəyişmələr dəyişə bilər, rejimə görə yenidən nizamlama. Bunlar adaptiv hissədir modelin. Bir də instinktual şərtləndirmə var. Bu haqda danışmaq bir qədər tezdir. Bu güvənlə əməliyyatın icra edilməsinə bir qədər bağlıdır. Kognitiv resurslar, onun üçün lazım olan instinktual resurslardır. Yəni bu əsas modelin bir növ bir beyinlə əlaqələndirilmiş halıdır ki, beyin bu modelin necə olması, marketdə necə icra edilməsinə dair bir şey yaradıb öz üçün xəritə. Və beyin də çox gözəl bilməlidir ki, marketin əslində hansısa onun modelindən xəbərdar deyil. Market o qədər böyükdür, o qədər çox likviddir ki, bir dənə fərdin nə istifadə elədiyindən marketin xəbəri yoxdur. O fərd bunu özü üçün niyyətli formada seçib və özü üçün niyyətli formada icra edir. Tək məsuliyyət də onun öz üstündədir. Yoxsa market onun alıb verə bilmədiyi, tərəfində olduğu və yaxud da başqa heç bir səbəb yoxdur. Hansısa deterministik market yoxdur ki, bugün mənim modelimi market stop edəcək və yaxud da profit edəcək mütləq ki. Bunlar beynin avtomatik, vəhşi, negativ mühakimələrdir. Belə buranı yekunlaşdırdıq. Belə dərsdən bu qədər.